Baxın, prospekt yolunun kənarında Kupçalı təmirsiz qiymətindən də aşağı qiymətə. Bax, gör nə deyirəm. Təmirsiz qiymətindən də aşağı qiymətə Kupçalı super bir ev tapmışam. Evin balkonuna bax. Kvadrat bəllidir ki, nədir? Yüzlü idi, bax, qırmızı yüzlü. 100 kvadratdır. Düz prospektə baxandır. Binanın qarşısından istər şəhərə, istər nə bilim rayona, hara istəyirsən avtobus keçir. Hara istəyirsən. Gəl. Evdə görünən əşyalar qalmaq şərti ilə satılır, təmirdən yeni çıxıb. Bəli. Gör söz necə dedim. Evdə görünən əşyalar qalmaq şərti ilə satılır, təmirdən yeni çıxıb. 100 kvadrat 113 min manat. Var bu qiyməti? Yoxdur təbii ki. Ev təmirdən yeni çıxıb, burada yerləşir sanuzeli. Hər birinizin hər vaxtınız xeyir olsun. Kırdalan şəhəri, prospekt yolunun kənarında. Hamam ayağı ayrı-ayrıdır. İstəsə siz bunu orijinal 3 otağa da çevirə bilərsiniz. Gör nə deyirəm, ha, peredelka yox, orijinal 3 otağa da. Çünki nə üçün? Gəl bura. Bax, burada bu evin hamam otağıdır. Burada sanuzel də quraşdıra bilərsən. Genişliyə bax, çox genişdir. Burada yerləşir evin, bax, burada yataq otağı. Bax, belə bir yataq otağı var. Bunun işıqları oradan yandıramadın nəsə. Ha, belə bir yataq otağı var, geniş. Skvaznoy mənzildir. Binanın önünə və arxasına baxışı var. Əşyalar qalır. Evdə bir müddət ki, yaşayış yoxdur. Təcili, əlim yandı, Kupçalı mənzil. Əlim yandı axtaracaq. Bu həmən o əlim yandı mənzildir. Gəl. Sanuzelin çəkdiyi təqdim elədim. Buradan keçirik evin qonaq otağına. Belə bir geniş, səliqəli qonaq otağı var. Qonaq otağından da balkona çıxmaq üçün yeri var. Raşotka sadı, hər bir şey var. Əziz və dəyərli izləyicilərimiz, bu evi almayan adam peşman olacaq. Çünki bu qiymətə bazarda belə bir ev yoxdur. Prospektin kənarında olsun, 16 mərtəbəli binanın 4-cü mərtəbəsində olsun, sənət kupça olsun, belə şey yoxdur. Gəl. Ağ qapılardan istifadə olunur təmir zamanı. Dediyim kimi, xırdapara bir dənə işlər, bir dənə bu rozetkalar görürsən, bir dənə bunları dəyişmək. Başqa heç nəyə ehtiyac yoxdur. Göstər, mətbəx hissəsidir burada. İstəsiniz bir də bu bahalı bir dənə mətbəx mebeli alın qoyulsun, olsun nə? Qənfet. Qiyməti də dedim, 113 min manat. 100 kvadrat. 100 kvadrat 113 min manata. Sən nədir? Bax, belə. Yaxşı, özünüzdə müğayət olun, videoları bəyənin. Sağ olun.